Salam dəyərli şagirdlər, bu gün sizinlə tənlik suala baxırıq. Kök altı x minus 2-yə kök altı x çıxaq 2-ni t ilə əvəzləyək. Yazarıq belə, t üstə gələk 2 bölək t bərabərdir 3. Ortaq məxrəcə gətirək, t kvadratı üstə gələk 2 çıxaq 3t bərabərdir 0. V teoreminə əsasən t1 ilə t2-nin kökləri cəmi 3, kökləri hasili 2-dir. Hasili 2-dir. Deməli, hansı rəqəm ədədlər bir-birinə vuranda 2 toplayan 3. Deməli, T1-im 2-dir, T2-im də 1-dir. Yazırıq belə. Kök altında x çıxaq 2 bərabərdir belə. Hər tərəfə kvadratı yüksəltdikdə x çıxaq 2 bərabərdir 1, x də bərabərdir 1 üstə gəndə 3 və bir də kök altı x çıxaq 2 bərabərdir 2-yə. Hər tərəfi yenə kvadratı yüksəldirik. X çıxaq 2 bərabərdir 4, x də bərabərdir 6. Kökləri cəmi x1-imiz bu olsun, x2-miz bu olsun. 3 üstə gələk 6 bərabərdir 9.